Salam, hər vaxtınız xeyir olsun. Yenə sizin görüşünüzə yeni testlərlə gəlmişəm. Mənə yazıb çoxları sertifikasiya imtahanı 2025-ci ildə filoloqlara düşən suallar barəsində soruşurdular və bütün istəkləri nəzərə alaraq imtahanda düşən sualları, yəni müəllimlərə təqdim edilən sualları təkmilləşdirərək sizlərə 15 suallıq sınaq təqdim edəcəyəm. Qeyd edim ki, imtahan bir qədər çətin keçdiyinə görə həmin sualları olduğu kimi yadda saxlamaq qeyri-mümkündür və müəllimlərin sadəcə yadlarında qalan məqamlara istinad edərək mən sualları tərtib etmişəm. Məzmun bizdən istənilən şərt olduğu kimi qalmaqdadır. Sadəcə variantlar əlimizdə olmadığı üçün mən onların hər birini təkmilləşdirmişəm. Sınaq mənə məxsusdur, ona görə də xahiş edirəm ki, üzərinə adlarını yazaraq kimlərsə sertifikasiya sualı altında paylaşmasın. Ümid edirəm ki, sizlər üçün bu izahlar, bu testlər çox faydalı olacaq. Birlikdə ən azından sertifikasiya imtahanında təqdim edilən sualları müəyyən qədər də olsa analiz edə biləcəyik. Düşünün ki, sertifikasiya imtahanında bu tip suallar təqdim edilmişdir və minimum bundan az və yaxud da bir qədər çətin o suallar ola bilərdi. Amma şərtlər olduğu kimi qalmaqdadır. Elə suallarımız var ki, mən elə imtahanda olduğu kimi sizə təqdim edəcəyəm hal-hazırda. Birinci suala keçid alırıq, uyğunluğu müəyyən edin. Deməli, müəllimlərə dördlü şəklində bu formada 4 obrazın müqayisəsini əks etdirən sxem təqdim edilmişdir. Obrazların adları olduğu kimi qalmaqdadır. Sadəcə mən variantlara düzəliş etmişəm, təkmilləşdirmə işi aparmışam. Çünki onları olduğu kimi yadda saxlamaq qeyri-mümkündür. Fəxrəddin əsərindən, Müsibət Fəxrəddin əsərindən Fəxrəddin, Xurşid Banu Natəvan əsərindən Natəvan, Dəli Kür əsərindən isə Əhməd və Asipoviç obrazları bu formada sxemdə verilmişdir. 1. Xalqın yaxşı yaşaması üçün əlindən gələni edirdi. Həm Fəxrəddinə, həm Natəvana aiddir. Ailə həyatı uğurlu olmur. Baxın, ailə həyatı məsələsi bizə deyir ki, bunu təkcə Solxanaya aid elə. Yəni, Fəxrəddin və Natəvana aiddir. Çünki bizim seçəcəyimiz variant diqqət yetirməliyik ki, digər tərəfə də aiddir ya yox. Yəni, ona mütləq diqqət yetirməliyik. Hal-hazırda ailə həyatının uğurlu olmamağı, xalqın yaxşı yaşaması üçün əlindən gələn etmək məsələləri təkcə Fəxrəddinlə Natəvana aid olduğu üçün biz bu fikri onlar üçün doğru götürürük. Deməli, bu fikir doğrudur. Ana dilinə münasibətinə yer verilir. Fəxrəddinə aid deyil, amma Natəvana aiddir. Deməli, bu iki yanlış göstəriləcək. Çünki müqayisədə hər iki obrazı ödəmədim. Uşaqların təhsil alması, cəhalətdən qurtulması düşüncəsində idi. Baxın, həm Əhmədə aiddir, həm Asipoviçə. Amma həm də eyni zamanda Fəxrəddinlə Natəvana da aiddir. Çünki onların da fəaliyyətində biz cəhalətdən qurtulmaq yolunda olan əməllərini görmüş oluruq. Məktəb açdırırlar hər biri və s. Deməli, 3-ü yanlış götürəcəyik. Çünki hər birinə aid olan məqamda 3 məsələn burada yazılsaydı, ortaq olaraq yazılsaydı daha doğru olardı. 3-ü variantdan çıxdıq. Variantla da işləməyi unutmayın imtahanda. Təhsilini Azərbaycanda almamasına baxmayaraq, Azərbaycanlı gənclərin təhsil almasına çalışır. Baxın, burada sualları ümumiyyətlə hissə-hissə işləməyə çalışın imtahanda da. Çünki böyük şərtli, variantlı suallar sizdə psixoloji olaraq ağırlıq yarada bilər. Sualları yarı-yarı. Təhsilini Azərbaycanda almamasına baxmayaraq. Burada saxlayırıq. Əhməd və Asipoviç həqiqətənmi təhsilini Azərbaycanda almamışdı? Bəli, Əhməd Rusiyada, Asipoviç də Azərbaycanda almayanlardandır. Amma biz bunu məsələn, digərlərinə aid edə bilmirik. Natəvanın təhsili haqqında məlumat əldə etmirik. Fəxrəddinin də təhsili ilə bağlı belə bir cümlə keçir ki, Almaniyada təhsilini almışdı. Və ardı nədir? Azərbaycanlı gənclərin təhsil almasına çalışır. Bəli, həm Əhməd, həm də Asipoviçə aid olan məqamdır. Deməli, Azərbaycanda təhsil almaması məqamını əsas tutaraq biz sadəcə bu fikri Əhməd və Asipoviçə aid etdik. 4-ü də doğru cavab kimi götürdük. Yaşadığı cəmiyyətdə ona qarşı çıxanlar, öldürməklə ittiham edənləri görürük. Baxın, yaşadığı cəmiyyətdə bu Əhmədə də aiddir. Ona qarşı çıxanlar var idi. O kütlə, Molla Sadığın arxasında duranlar və onun kimilər Asipoviçi sıxışdırırlar, Əhmədi sıxışdırırlar. Eləcə də Fəxrəddinə qarşı da biz bu məqamı görmüş oluruq. Amma Natəvanı ölümlə hədələmək, ittiham etmək məsələsi əsərdə verilməmişdir. Yəni onun üstünə hücum çəkilməsi və s. Deməli, bu ifadəni yanlış götürəcəyik. Bizim doğru cavabımız birinci sualda olacaq 1 və 4. Cavab oldu C variantı. Növbəti sual. Şəhriyarla bağlı belə bir sual var. Heydər Babaya Salam əsərindən. Şəhriyarı narahat edən məsələlər nə idi?
Gəlin baxaq. Həm də burada doğru yanlış deməli uyğunluğunu da qorumalıyıq biz testdə. Kənddə məktəb olmaması, uşaqların təhsil ala bilməməsi. Diqqətli olun. Şəhriyar demirdi ki, kənddə məktəb yoxdur. Deyir ki, məktəb qalır, uşaqlar dərs alırlar. Deməli, məktəbsizlik problemi kimi problem əsərdə qabardılmır. Fikir yanlışdır, qarşısında da yanlış yazılmışdır. Deməli, uyğunluq gözlənildi. Sonra deməli 2. Kəndlilərin ağır həyat şəraiti, hətta xanımların da ağır işlərdə işləməyi, kəndlilərin ağır şəraiti var idi. Xanımların ağır işlərdə işləməyi məsələsinə toxunulmayıb əsərdə. Sadəcə Hacı xalanın paltar yumağı və s. göstərilir. Bunlar da düşünürəm ki, o qədər də ağır işlər deyildi. Yəni gündəlik olaraq qadınların gördüyü işlərdir. Ona görə bu fikir yanlış, qarşısında da yanlış göstərilmişdir, uyğunluqdur. Yəni narahat edən məsələləri uyğunluq prizmasından dəyərləndiririk. 2-yə bölünən vətənin acı taleyi, mübarizəyə qalxanların susturulması. 2-yə bölünən vətənin acı taleyi məsələsi. Ümumiyyətlə 2-yə bölünmə Heydər Babaya salam poemasında özünü göstərir. Amma mübarizəyə qalxanların susturulması kimi bir məqam yox idi əsərdə. Fikir yanlışdır, qabağında doğrunun yazılması deməli uyğunsuzluğu yaratmışdır. Bahalıq səbəbindən çox insanın həyatını itirməsi, Məmdəsən kimlərin pulsuzluqdan əziyyət çəkərək ölümü. Bunu hər dəfə mən dərslərdə qeyd edirəm. Məmdəsənin sonu n hərfi ilə bitir. Deməli, Məmdəsən burun sözünün də sonu n-dır, qan sözünün sonunda n-dır. Qan, burnundan qan açılması nəticəsində deməli ölmüşdü Məmdəsən. Yəni Məmdəsən pulsuzluqdan əziyyət çəkərək ölməmişdi. Bu ifadədə yanlışlıq var. Fikir özü yanlış, qabağında doğrunun yazılması uyğunsuzluq göstərir. Yəni uyğunsuzluğu göstərir. Bahalıq səbəbindən çox insanın həyatını itirməsi. Bu məqam var idi. Bahalıq düşdü, öldü. Qulam deyir, ağlar gözlə gəldi ki, Müseyib də bahalıq düşdüyü üçün ölmüşdü. Həkimsizlik problemi, başqa yerlərdə həkim olduğu, Xoşkinabda olmamasına təəssüflənməyi. Həkimsizlik problemi var idi bu əsərdə. Çünki bu kənddə deyir, bir burun qanı kəsən yox. Yəni Şəhriyar bu ifadəni səsləndirir əsərdə. Başqa yerlərdə həkim olduğu məsələsini göstərmir, Xoşkinabda olmamasına təəssüflənməyi. Yəni başqa yerlərlə müqayisəsinə yer verilmir. Başqa yerlərin adını çəkmir. Başqaları ilə müqayisə məsələn var idi. Qafqaz müsəlmanlarına xitab deyir ki, bizə qeyrilər edirlər töhmət. Yəni birbaşa bizi müqayisə edir. Başqa insanlarla, başqa dövlətlərlə, başqa mədəniyyətlərlə. Deməli, fikir yanlışdır. Qabağında doğru göstərilmişdir. Bu da uyğunsuzluqdur. Bizim doğru cavabımız olacaq 1 və 2. Cavab oldu B variantı. Səsli qız əsərinə aid doğru fikri seçin. Səsli qız əsəri ilə bağlı da belə bir sual yəni verilmişdir. Variantlar təbii ki, yəni mənə məxsusdur. A. Səsli qıza həsr olunan proloq hesab edilən hissədə səsinin gözəlliyi diqqətə çatdırılır. Elə bizim doğru cavabımız bu olacaqdır. Çünki fikir doğrudur, proloq hesab edilir həmin hissə və onun səsinin gözəlliyi diqqətə çatdırılmışdır. Cavabımız elə A variantıdır. Digərlərinə də diqqət yetirək. Əsərin adında sinekdoxa və eptetdən istifadə edilmişdir. Eptetimiz, yəni qız həqiqətən də səsli ola bilər də, bir insan səsli ola bilər. Niyə burada eptet olsun ki? Ona görə də burada yanlışlıq var. Eptet məsələsində fikir yanlışdır. Məmləkətin igidləri vətəni düşmənə təslim etmək istəməmişdilər, hətta qadınlar da döyüşdülər. İgidlərin təslim etmək istəməməsi var. Deyir ki, nə qədər doğranmışdı, gövdələr deyir, hərəsi bir tərəfdə xınca-xınc doğranılmış gövdələr var idi, başlar var idi. Amma qadınların da döyüşmək məsələsi əsərdə öz əksini tapmayıb. Fikir yanlışdır. Sara Qalib Şahın əlindən öpməyə məcbur olur. Onu zəhərləyərkən həyəcanlanmır, təmkinini qoruyur. Əlindən öpmək məsələsi doğrudur. Amma zəhərləyərkən həyəcanlanır, təmkinini qorumağa, yəni çalışsa da bunu bacarmır. Çünki deyir, qızın gülgün dodağı yarılmış olur, qorxudan hətta. Fikir yanlışdır. Əsərdəki əsas problem milli azadlıq hərəkatının başlanması idi. Baxın, əsas problem bu deyildi. Ölkənin başqa bir yəni hökmdar tərəfindən hücuma məruz qalmasıdır. Yəni əsas problemi biz bununla yəni göstərmirik. Bu əsərdə keçən xətlərdən biridir sadəcə. Anamın kitabı əsərində lüğət yazmaqla məşğul olan obraz soruşulmuşdur. Bu ilə necə var? O formada da sizə təqdim edilir bu sual. Burada da doğru cavabımız hamınızın bildiyi kimi Rüstəm bəy obrazdır. Yəni lüğət yazmaqla məşğul olan. Sualların əksəriyyətində təbii ki, düşündürücülük, çətinlik yəni olmuşdur. Bir neçə dənə bu formada rahat tapa biləcəyimiz bir neçə sual sadəcə təqdim edilmişdir. Amma əksəriyyəti müəllimlərimizin dediyinə əsasən yəni çətin tipli, daha düşündürücü tipli suallar olmuşdur. 5. Uyğunluq neçə məqamda qorunur? Nurəddin və Mürşid. Nurəddin hekayəsindən Nurəddin obrazı, Namərd Gülləsi hekayəsindən Mürşid obrazı. Yəni bunlar da bu formada təqdim edilmişdir. İki obrazın müqayisəsi. Baxırıq, deməli.
Başqasının köməyi ilə özünə həyatda cığır açmağa müvəffəq olur. Bu həm Nurəddinə aiddir, həm də mürşidə aid olan məqamdır. Deməli, uyğunluq gözlənilməyib. Bir, yanlışdır. Ölümü təsvir edilməyən bu obraza başqa bir şəxs tərəfindən verilən əşya var. Ölümü təsvir edilmir, bəli, həm Nurəddinin, həm də mürşidin. Yəni təkcə Nurəddinin əsasında baxmırıq, biz həm də baxırıq ki, mürşidə də aiddir bu fikir, yoxsa yox. Ölümü hər ikisinin təsvir edilmir. Bayaq dediyim kimi sualları mərhələ-mərhələ oxuyur, işləyirsiniz. Təsvir edilmir və bu obraza deyir, başqa bir şəxs tərəfindən verilən əşya var. Nurəddinə Gülistan kitabı bağışlanılmışdı. Mürşidə də Niftalı tərəfindən torpaq paylanılır, verilir, ev tikilir, yəni mal verilir. Fikir olmalıydı ortaq. Bu bir və ikinci fikirləri biz ortaq götürməli idik. Qadına qarşı kobud rəftarına da yer verilmişdir. Bəli, təkcə bu mürşidə aid olan məqamdır. Qadına qarşı kobudluq etmişdi. Deyir ki, yoldaşını döydüyü üçün Niftalı Koxa ona qəzəblənir və onu deyir, tutub bir qulaq vurması vermək fikrinə düşür. Dəstəkçisi olan insanın onun etdiyi hərəkətə verdiyi reaksiyaya da yer verilib. Bir daha oxuyuruq variantı. Dəstəkçisi olan insan. Nurəddində Rəhim obrazı, mürşiddə isə Niftalı Koxaydı, eləcə də Kərəm. Onun etdiyi hərəkətə verdiyi reaksiya. Bunu biz necə qəbul edirik? Nurəddin hekayəsinin sonunda Rəhim öz əməlinin, yəni etdiklərinin boşa getmədiyini görür və deyir ki, oğlum, mən yaxşılığa yaxşılıq etdim, sən isə pisliyə yaxşılıq etdin. Yəni sənə verdiyim zəhmətin artıq mən bəhrəsini gördüm. Ona deməli reaksiyasına yer verilir. Mürşid haqqında bəs nə bildirilir? Mürşid haqqında da bəli, namərd olması ilə bağlı Niftalının ona bir reaksiyası var sonda. Deyir, gözləri ilə axtardı, mürşidi tapdı və içindən deyir bir ağrı keçdi sanki Niftalının. Hətta burada Kərəmlə dialoqu zamanı, yəni Niftalı artıq ölüm anındaydı, güllə yarası almışdı. O zaman deyir ki, dəstəndə yeni bir adam varmı? Və onda deyir ki, bəli var mürşid, deyir o gəda mı? Yəni namərd hərəkətinə, mürşidin namərd hərəkətinə reaksiyası var. Bu məqama yer verilib. Yəni Niftalı son anda belə onu bağışlamır, namərdliyini götürmür, onun hərəkətinə, reaksiyasına yer verilmişdir. Deməli, 4-də yazılan fikri biz ortaq olaraq verməli idik, burada göstərməli idik. 4 də yanlışdır. Doğulub boya başa çatdığı yerdən uzaqda yaşayır. Bu, hər birinə aid olan məqamdır. Çünki mürşid başqa bir yerdə doğulub boya başa çatmışdı. Niftalıgilin evinə pənah gətirir. Sonra da qaçaqlara qoşulur, başqa yerlərə üz tutmuş olur. Deməli, bu fikir doğru. Nurəddin də atasıgilin yanında yaşamasına baxmayaraq, indi həmin yerin adı əsərdə, hekayədə göstərilmir. Sonradan Rəhimin yanında yaşamış olur. Deməli, bu fikir ortaq olaraq götürülür bilər. 5 və 3-cü fikri əsas tutaraq burada 2 məqamda doğruluğun qorunduğunu göstərə bilərik. Dəhnamə əsərinin vəzni soruşulmuşdur əsərdə. Bunu da rahat tapa bilərik. Həcəz bəhrində yazılmış əsərdə düşünürəm ki, düşünməyə yəni ehtiyac yoxdur. Deməli, 7-ci sual, bu da nisbətən çətin göstərilən suallardan biri olub. Variantlar yenə də tam olaraq əlimizdə deyil. Onları təkmilləşdirmişəm, əvvəldə qeyd etdiyim kimi. Amma şərtlərimizdə belə bir məqamlar vurğulanmışdır. Yağış yağarkən əsərinin formasına aid yanlış, Qaranquşun deməli məzmununa aid doğru. Burada bilirikdə biz Mikail Müşfiqin əsəri, digəri də Lağa Kürçaylının əsəridir. Deməli, bir əsərin formasına aid yanlışlar, digərinin məzmununa aid doğrular bizdən istənilmişdir imtahanda. Belə bir yəni sual göstərilmişdir. Diqqət yetirək, baxaq. Şeirdə təbiətin insanlara vurduğu ziyana da toxunulmuşdur. Ümumiyyətlə, nəzərə alaq ki, birinci, bu formaya aid olan fikir deyil. Yəni, şeirdə təbiətin insanlara vurduğu ziyan. Və yağış yağarkən şeirində vurulan ziyandan bəhs edilmir. Burada şairin yağışın gözəlliyinə heyran qalmağı, onun əsrarəngizliyini təəccüblə izləməyi, belə deyək, heyranlıqla izləməyinə yəni nəzər salınıb. Ziyandan çox onun gözəlliyini müəllif tərənnüm etməyə çalışmışdır. Yəni ziyan məsələsini qeyd etməyimiz yanlış olardı. Bu ifadə yanlışdır. Və formaya aid yanlış fikir olmadığı üçün bunu ümumiyyətlə biz götürmürük. Yanlışdır, amma formaya aid yanlış deyil. Biri variantdan çıxa bilərik. Baxın, bir variantdan çıxılanda artıq bizdə bütün 4 variantımız çıxılmış olacaq. Təşbihdən istifadə edərək təbiət hadisəsi başqa bir təbiət hadisəsinə bənzədilir. Diqqətli olun burada. Təşbihdən istifadə bu şeirdə var və bu formaya aid olan məqamlardan biridir. Çünki bədii təsvir ifadə vasitələrindən yəni danışılır. Lakin
Təbiət hadisəsi başqa bir təbiət hadisəsinə bənzədilmir. Orada deyir ki, yağış, fikrim kimi, hissim kimi, ey yıldırım, səs ver mənə, səsim kimi. Yəni özünə bənzədir, insana məxsus olan əlamətlərdir. Və yaxud da deyir ki, küçələrdə uşaq kimi veyillən yağış. Yəni uşağa bənzədir. Təbiət hadisəsinə bənzədilmə yoxdur. Fikir yanlışdır və formaya aid olan yanlış kimi biz bunu götürə bilərik. 3-ə baxırıq. Təbiətə heyranlığı duyulan müəllifin quşun hərəkətinə də münasibətinə yer verilib. Bu məzmuna aid olan doğru fikir kimi götürüləcək. Təbiətə heyranlığı duyulur müəllifin və quşun hərəkətinə də münasibətinə yer verilib. Deyir ki, mən inanıram ki, məzmundan belə, yəni biz götürə bilərik ki, müəllif inanırdı ki, qaranquş öz balalarına o yemi aparıb çatdıra biləcək. Hətta qar da yağsa, hava necə olur olsun, o qaranquş balalarına yemi çatdıra biləcək. Yəni münasibətinə yer verilmişdir. Ona bir heyranlığı var müəllifin. 4. İldırım çaxdığı, ildırım var idi. Yağış yağdığı göstərilir. Yağışın yağması musiqi ilə bənzədilərək harmoniya yaradılır. Yəni burada göstərilən hissə qaranquş şeirinin məzmununa aiddir, amma biz ikincini aid edirik. Yağış yağarkən şeirinə yağış yağır, rəqs eləyir deyir. Damlalar rəqs eləyir. Deməli, musiqi ilə harmoniya yaradılması məsələsi yağış yağarkən şeirinə aiddir. Burada deməli doğrudan doğru, yəni birinci tərəfdən formaya aid yanlış 2-ni götürdük. Məzmuna aid doğrudan isə 3-ü götürdük. İmtahanda düşünürəm ki, variant bu formada daha rahat tapıla bilən variant olmamışdı. Yəni burada biri çıxmaqla biz variantı təxmin edə bilmişdik. Amma imtahanda düşünürəm ki, o formada deyildi. Çınar ömrü şeiri ilə bağlı uyğunluğu göstərin. Deməli, Çınar ömrü şeirindən belə bir strukturda sual verilib müəllimlərə. Deməli, şeirin müxtəlif misralarından hansısa bir misra yəni göstərilmişdir və o misraların hansı məna ilə uyğun gəldiyi aşağıdakı variantlarda bu formada uyğunlaşdırılmışdır. Sualın, yəni strukturu bu formada olmuşdur. Yəni tam olaraq bu formada, sadəcə mən variantlara düzəlişlər etmişəm. Deməli, neçə ulduz yarpaqlayardı, neçə nəğmələr gətirərdi ona quşlar qanadında və C. Bir ömür ki, həm yoxuşu şərəfli, həm dözümlü enişi. İndi gəlin baxaq görək, hansı fikri biz bu misralara uyğunlaşdıra bilərik, diqqətli olun. İnsan həyatının əbədi olmadığı. İnsan həyatının əbədi olmadığı bu misraların heç birində özünü göstərmir. 1-2-ni çıxdıq, ABD ümumiyyətlə yoxdur. Bir ömür ki deyir, yoxuşu şərəfli olsun, enişi də, dözümlü də enişi olsun. İnsan həyatının əbədi olmadığı məsələsi bunların heç birində öz əksini tapmır. Biri çıxdıq. Biri çıxanda biz məsələn E variantında çıxa bilərik, B variantında çıxa bilərik. İnsanların təbiətlə əlaqəsi və təbiətin içindəki musiqi. Gəlin baxaq. Bu hər halda ki, B variantına uyğun olaraq göstərilə bilərdi. Gəlin baxaq görək dəqiq həmin misranı ödəyirmi bu məna? Neçə nəğmələr gətirərdi ona quşlar qanadında? İnsanların təbiətlə əlaqəsi və təbiətin içindəki musiqi. Təbiətin içindəki musiqi məsələsini biz yenə də bu ifadəyə uyğun göstərə bilmərik. Çünki bu birincisi insanların təbiətlə əlaqəsi məsələsi sırf o B-də yazılan cümlədə öz əksini tapmayıb. Düzdür, ümumilikdə şeirdə var. Amma B-də yazılan misrada insanların təbiətlə əlaqəsi məsələsi yoxdur. Təbiətin içindəki musiqi. Quşların nəğmə gətirməyi, quşların onun budaqlarında yuva salmağına işarədir. Yəni gəlib orada mahnılar oxumayıb quşlar. Sadəcə müəllif obrazlı şəkildə o misranı bizə təqdim etmişdir. 2 yanlışdır. Götürmürük. Həyatın yüksəlişlərini asanlıqla keçmək, düşüşləri isə qəbul etməmək. Baxın, həyatın yüksəlişləri, bunu da hər halda ki C-də yazılan misraya uyğunlaşdırmaq göstərilir və gəlin baxaq görək, doğrudanmı C fikrinə biz onu aid edə bilirikmi C-də yazılan misraya? Deyir ki, bir ömür ki, həm yoxuşu şərəfli olsun, enişi də dözümlü olsun. Axı 3-də yazılan cümləni biz bu misraya aid edə bilmirik. Deyir, həyatın yüksəlişlərini asanlıqla keç, düşüşləri də qəbul etmə. Əksinə, Çınar ömrü şeirində bunların hər birini qəbul edərək, yenə də bunlara, çətinliklərə sinə gərərək müdrik yaşamaq yəni tövsiyə edilirdi. Bu şeir haqqında belə bir cümlə də var ki, bu şeir tribuna şeiri təsiri bağışlayır. Sanki müəllif tribunadan çıxış edərək insanlara səslənir ki, siz necə yaşamalısınız? Ləyaqətli insan ömrü necə olmalıdır? Mən həmişə bu şeiri təhlil edəndə bildirirəm ki, düşünün gözünüzün qarşısına gətirin Niftal Koxanı. Yəni onun kimi ləyaqətli ömür sürmək, elə bir ömür yaşamaq. Deməli 3-ü də götürmürük. 4. Uğurlar və çətinliklərlə barışmaq. Deməli, C-də yazılan misranı biz tam olaraq bu fikrə uyğun göstərə bilərik. Deyir ki, elə bir ömür istəyirəm ki, həm şərəfli yoxuş olsun,
həm də dözümlü enişi, yəni uğurlarla, çətinliklərlə barışaraq yaşamaq istəyirəm və bunlara qarşı dözümlü durmaq istəyirəm. Deməli, C-də 4-ü göstərə bilərik. Elə bircə dənə variantımıza uyğun gələcək bu da. 5. Quşların insanlara həyatın gözəlliyini çatdırmaq istəməsi. Bu da deməli B-də yazılan fikri yəni ifadə edir. Bu da təbii ki, uyğun göstərilməyəcək. Çünki insanlara quşlar həyatın gözəlliyini burada çatdırmaq məsələsi yox idi. Müəllif sadəcə quşların o çinarın yarpaqlarının, yəni çinarın üzərində olması, uçuşmasını yəni ifadə etmişdi. Yəni uyğun göstərilməyəcək. Bircə dənə C4 uyğunluğunu biz burada götürürük. Cavab oldu C variantı. Zəhər hekayəsi ilə bağlı da doğru fikir yəni istənilib və Mir Qasım obrazı ilə əlaqələndirilib o variantlar imtahanda. Deməli baxırıq. Mir Qasımın böyük oğlu raykom katibi doğru fikir olmalıdır. Biri Bakıda oxuyurdu, son 5-i isə 10 illiyi bu il bitirmişdi. Elə doğru cavabımız bu olacaqdır. Yəni Mir Qasımın 3 oğlu var idi və oğlanlarının hər biri haqqında qısa da olsa məlumat alırıq biz hekayədə. Biri raykom katibi böyüyü, digəri Bakıda oxuyurdu. Son 5-i də 10 illiyi bu il bitirmişdi, bənd ikincisində işləyirdi. 60 yaşlı Meşəbəyi bir gün yenidən at belinə qalxacağını arzulayır və bayatı deyir. Arzulamaq məsələsi var idi. Yenə mərhələli işləyirik testi. Amma bayatı demir. Fikir yanlış. Əsərin adı simvoldur. Atın yediyi asırqal deyildi. Bu həm də sertifikasiya imtahanlarında doğru fikir kimi göstərilib. Yəni yadınızda qalsın. At asırqaldan zəhərlənmişdi. Sadəcə naməlum olan o idi ki, asırqalı harada yemişdi. Amma asırqaldan yediyi, yəni yeyərək zəhərləndiyi fikri doğrudur. Meşəbəyinin simasında əyaniləşdirilir. Bu ifadə yanlışdır. Zəhər deyərkən burada bir simvol vardır. Yəni zəhər təkcə asırqal deyil, bu həm də daşdəmir kimilərin ətrafa zəhər saçmasını ifadə edir əsərin adı. Suitinin müxtəlif cinsləri saxlanılan safozda daşdəmir təkcə kürəkənini və özünün malqarasını saxlayırdı. Bu da yanlışdır, çünki başqa şəxslərin də malqarasını orada saxlamış olurdu. Daşdəmirin niyyəti Mir Qasımı südü pulla almağa məcbur etmək idi. Bu da yanlışdır. Yəni ümumiyyətlə pislik etmək idi daşdəmirin niyyəti. Pulla vermək də deyil, ümumiyyətlə verməmək idi niyyəti. 10-cu sual. Pəri qoşması və hayf ki yoxdur qoşmalarına aid belə bir formada uyğunluq göstərilmişdir. Şərt olduğu kimi, yəni sxem olduğu kimi saxlanılmışdır. Bu formada sual təqdim edilmişdir müəllimlərə. Birinə aid, deməli, yalnız doğru, yalnız birinə aid doğru fikir. 2, hər ikisinə aid yanlış fikir. Yəni belə bir strukturda sual olmuşdur. Əsasən 6+5 bölgüsündə olan şeir rədifə əsasən adlandırılıb. Diqqətli olaq. Hər biri rədifə əsasən adlandırılmışdır və hər birində əsasən bölgü 6+5 bölgüsündədir. Deməli, bu ikisinə də aid olan doğru fikirdir. Varmı bizim şərtimizdə belə bir məqam? İkisinə də aid olan doğru fikri seç deyə? Yoxdur. Deməli, A-nı variantlardan çıxırıq. Ümumiyyətlə, belə tip şeirləri müqayisəli şəkildə, çox dərin şəkildə müqayisəsini aparmağı tövsiyə edirəm sizlərə. Dərindən bilin, müqayisələrini bilin. Təkcə bu şeirlər yox, bir çox şeirlərin. Çünki belə tip şeirlər imtahanda sizə çətinlik yarada bilər. Yəni, onların müqayisəsi. Müqayisəni dərindən bilməlisiniz ki, doğru yanlışı tapmaqda vaxt itirməyəsiniz. Qızın saçına işarə edilmişdir. Diqqətli olun. Qızların deyilsəydi, bu pəri qoşmasına aid olmayacaqdı. Qızın dediyinə görə pəri qoşmasında var idi. Belə bir məqam deyir ki, zülfü pərişan. Zülf pərişan. Belə bir cümlə keçir. Yəni, saçları dağınıq. Amma hayf yoxdur qoşmasında hansı cümlə keçir? Saçları haqqında orada məlumat verilir də. Saçlarının hörüklü olması göstərilir. Qızların elə qara saçlı olmaları göstərilir. Bunlar var idi. Deməli, qızların saçına işarə edilməyi burada özünü göstərmişdir. Hər ikisində, yenə də hər ikisinə aid olan doğru fikri seç deyən məqam olmadığı üçün bunu da variantdan çıxırıq. Bənzətmədən istifadə olunan şeirdə mübaliğə də var. Gəlin baxaq. Bənzətmədən istifadə, yəni imtahanda da belə bir məqam keçmişdir. Hər ikisində bənzətmə məsələsi, təşbih vardır. Bilirik ki, pəri qoşmasında bu daha çoxdur. Günəşə bənzədilir qız, marala bənzədilir. Bunlar daha çoxdur. Bəs hayf yoxdur qoşmasında orada da deyilir ki, bulud kimi saç. Deməli, saçı buluda bənzətmək vardır. Mübaliğədən istifadə edilməsi pəri qoşmasında bəli vardır. Deyir ki, sinə meydan, yəni mübaliğə şişirdilmədən istifadə edilmişdir bu hissədə. Hayf yoxdur qoşmasında da deyir ki, elə gözəl var bunların içində, ələ düşməz, hərgiz çiynüm içində. Orada da diqqətli olun, demir ki, Kür qırağının bütün qızları elə gözəl idi ki, Çində belə tay bərabər yox idi. Sadəcə deyir, elə qızlar var ki, içindən bir neçə dənə say seçmə qızları burada müəllif yəni göstərmiş olur və bu da təbii ki, mübaliğə idi. Onların gözəlliyi o qədər şişirdilir ki, hətta deyir, Çində
belə tayı bərabəri yoxdur bu qızların. Çində belə tapılmaz. Deməli, mübaliğə məsələsi hər ikisində var idi. C-ni də ortaq olaraq hər ikisi üçün doğru götürdüyümüz üçün bunların heç birinə bu sxemə uyğun yaza bilmərik. C-ni də variantlardan çıxırıq. Baxın, C-də çıxıldı. Cavab qalacaq, deməli, burada təkcə C variantı. İndi diqqət yetiririk. Qızın həm daxili, həm də xarici əlamətlərinə yer verilmişdir. Bu da hər ikisi üçün ortaq olan məqamdır. Pəri qoşmasında deyilir ki, ixtilatın şirin, sözün məzəli və bu həm onun xarakteri idi, həm də bütünlüklə şeir onun gözəlliyi ilə bağlı olan məqamlara toxunulmaq üzərində qurulmuşdur. Digər hayf yoxdur qoşmasında da bildirilir ki, söyləgən oynağan dürüst biçimdə qızların xarakterinə işarə vardır. Burada yenə də qızların dediyi üçün yanlış götürəcəkdir. Qızın dediyi üçün, yəni bir qızın timsalında göstərəcəyimiz üçün bunu da hər iki şeirə uyğun olaraq ortaq cəhət kimi biz verməliyik. Deməli, burada hər birinin həm daxili, həm də xarici əlamətlərinə yer verilmişdir. D-ni də ortaq yazdığımız üçün götürmürük. Şairin adı çəkilsə də özünə müraciət etmir. Diqqətli olun. Özünə müraciət məsələsi şeirlərin heç birində yox idi. Bəs şairin adını çəkilməyi, bu da heç birində yoxdur. Çünki Vaqif adı orada görünsə də Vaqif müəllifin təxəllüsüdür. Əsl adı Pənah olmuşdur. Şairin adı deyilirsə, artıq biz burada yanlış götürəcəyik. Yəni, hər ikisinə aid olan yanlış fikir kimi 2-yə qeyd edəcək bunu. Cavab olacaq C variantı. Düşündürücü testi, ona görə də yenə də dediyim kimi dərindən təhlili bilməliyik. 11-ci sual. Deməli, Xurşidbanın Natəvan əsərindən belə bir sual təqdim edilmişdir. Nöqtələr. Natəvan da eyni fikri səsləndirir. Yəni, biz orada uyğunlaşdırma etməliyik. Burada elə variantları da təxminən olduğu kimi göstərməyə çalışmışam. Deməli, uyğun olanları seçməliyik. Nəvvab kimi zahirin fikirlərinə qarşı çıxır, bəli. Nəvvab kimi Natəvanın da zahirin fikirlərinə qarşı çıxmağı var idi. Səhv etmirəmsə, elə imtahanda da bir Nəvvabı, bir də bəyim olan variantı doğru göstərmişlər. İndi imtahanda iştirak edən müəllimlər daha dəqiqini bilər. Mən sadəcə əldə etdiklərimi əsasən təkmilləşdirərək bu sınağı sizə təqdim edirəm. Ümid edirəm ki, sizlər üçün çox faydalıdır. Seyid Hüseyn kimi gənclərin doğma dilimizdə oxuyacağı günü gözləyirdi. Seyid Hüseyn belə bir cümlə səsləndirmir. Biz bunu eşidirik Natəvanın dilindən. Yəni, onun dilindən oxumuş oluruq. 2 yanlışdır. Bəyim kimi şeirdən bir nümunə səsləndirir. Bəli, hər ikisinin şeirdən nümunə səsləndirməyi var idi. Bəyim də Natəvanın Qərənfil şeirini səsləndirmişdi. Bu ilə imtahanda da doğru cavab kimi göstərilib. 1 və 3-ü cavab olaraq götürdük. Baxırıq 4-ə. Mirzə Ruhullah kimi Zahir bəyin öldürülməsinə qarşı çıxır. Yəni, öldürülməsinə qarşı Mirzə Ruhullah heç bir fikir səsləndirmir. Bunu sadəcə Natəvan səsləndirir. Deyir ki, Zahir bəyin, yəni, xain olduğunu biləndən sonra Şahmar onu öldürmək istəyir və Natəvan deyir ki, tutun oğlanı. Mirzə Ruhullahın bu barədə bir cümləsini görmüş olmuruq. Yəni, heç bir fikir səsləndirmir bu haqda. 4 də yanlışdır. Cavab olacaq A variantı. Növbəti sual. İblis əsərinin orijinalına aid olan belə bir sual təqdim edilmişdir. Sxem olduğu kimi saxlanılmışdır. Yəni, belə bir sxemdir. Deməli, biz ardıcılığa, əsərin gedişini, süjet xəttini dərindən bilməliyik ki, o cümlələri bura doğru şəkildə yerləşdirək. Diqqət yetirək. Amma daha dərindən oxuyanda, biraz daha diqqətli olanda variantı daha tez tapmaq olur. İndi gəlin diqqət yetirək. Rəna Arifin hərbə qarşı nifrəti olduğunu və onu sərsəm hesab etmədiyini deyir. Bunu nə vaxt deyir? Burada İbn Yəminlə Arif qarşılaşır və sonra Rəna Arif haqqında İbn Yəminə məlumat verir. O hissədə deyir ki, yəni onun hərbə qarşı nifrəti var. Orada səsləndirmiş olur. Yaralı zabit Arifin xavərdən uzaq düşməsində özünü günahkar bilirdi. Bu da 3-cü pərdədə baş verən məqamdır. Deməli, bizə lazımdır doğru uyğunlaşdırılmalar. İblis Arifin köməyinə yalnız ah ilə fəryadın çatacağını bildirir. Daha dərindən oxuyan şəxslər bilir ki, A-da yazılan, yəni bu birinci cümləmiz daha əvvəldə baş verir. Yəni, əsərin elə əvvəl olan hissələrində baş verən məqamdır. İblis deyir ki, sənin köməyinə çatsa elə ah ilə fəryad çatacaq və bu cümlələri Arif eşitmirdi. Əvvəlcə ona xitabən deyir İblis bunları. Deməli, A-nı elə buradan yanlış cavab olaraq çıxmalıyıq. İblis Arifdən könlünü istəyir. Bunu bəli, biz bu hissəyə qeyd edə bilərik. Çünki bu olur 2-ci pərdədə. Sonra Çavuş İbn Yəminə əskərin daha qorxulu olduğunu deyir. Bu da bu hissədə. Yəni, bu hissəyə bu göstərdiyimiz məqama yazıla bilməyəcək. Çünki Çavuşun İbn Yəminin bu formada deməyi məsələsi 1-ci pərdədə baş verir. Amma bizə lazımdır 3-cü pərdədən sonra yazılan bir fikir. Ona görə də bunu da çıxdıq.
Bu tip testləri yazmaq üçün dərindən əsərin süjet xəttini bilmək lazımdır. İblis əsərini açın, dərindən oxuyun. Xavər Arif tərəfindən öldürülür. Xavərin Arif tərəfindən öldürülməyi, baxın, daha məntiqlə yanaşsaq, yəni nisbətən çıxış edərək əgər tapırıqsa imtahanda. Yəni necə Xavər Arif tərəfindən burada öldürülür ki, sonra yaralı zabit Xavərdən uzaq düşməsində özünü günahkar bilir və Xavərə deyirdi bu cümləni. Yəni burada bir məntiqsizlik var. Ona görə də C variantında biz bu formada çıxmalıyıq. Çünki hadisələrin ardıcıllığında məntiqsizlik özünü göstərəcək. Arif Xavərə Xoca Nəsrəddinin lətifələrini bağışlamışdır. Aha, biz bunu doğru göstərə bilərik. Burada öz əksini tapan məqamdır. Deməli, bura qeyd elədik bu hissəyə. İkinci, marş eşidilir. Bəli, yaralı zabit o sözü ifadəni söylədikdən sonra, yəni o ardıcıllıqdan marş eşidilmiş olur. Yəni həmin dəqiqə eşidilmir marş. Əsərin sonraki gedişində yəni eşidilir. Üçüncü pərdədən, bu cümlədən sonra eşidilmiş olur marş. Deməli doğru cavabımız olacaq D variantı. Sonra İblis Zərdüştün fəlsəfəsini xatırladır. Bu da lap əvvəldə idi. 13-cü sual, mətnlə bağlı uyğunluğu müəyyən edin. Orada başqa bir mətn yəni göstərilmişdir, müəllimlərə təqdim edilmişdir. Həmin mətni əldə etmədiyimə görə, yəni Dilşad obrazının öz əksini tapdığı bir mətn təqdim edilmişdir müəllimlərə. Bu sualı tapmaq nisbətən asan olmuşdur müəllimlər üçün deyilənə görə. Bu sualla bərabər bədii təsvir ifadə vasitələrinə dair başqa bir sual da təqdim edilmişdir, hansı ki, nisbətən çətinlik yaradıb o müəllimlərə. Həmin sualı mən burada göstərməmişəm. Deməli, mətni oxuyaq. Bir dəfə oğlan alma ağacının yanına gəldi. Ağac dedi, bura gəl oğlan, mənim budaqlarımda yellən, almalarımdan ye, mənimlə oyna. Qoy biz yenə xoşbəxt olaq. Mən artıq böyümüşəm, ağaclara dırmaşmaq mənə yaraşmaz, deyə oğlan cavab verdi. Monoloq təsiri bağışlayan nümunədir. Elə imtahanda da monoloqla bağlı belə bir misra, yəni variant salınmışdır. Bu yanlışdır, çünki bu dialoqdan nümunədir. Deməli, biri çıxdıq variantlardan. Sujetin hansı mərhələsinə aid olduğunu müəyyən etmək mümkün deyil. Bəli, müəyyən etmək mümkün deyil. Elə imtahanda da belə bir variant salınmışdır. İkini doğru cavab kimi götürürük. Bunu çıxdıq. Səhnə üçün nəzərdə tutulmayan hissə var. Bu da imtahanda salınan məqamdır. Səhnə üçün nəzərdə tutulmayan hissə bu remarkadır və burada remarka yoxdur. Üçü variantdan çıxa bilərik. Şəxsləndirmədən istifadə edilən nümunədə obrazların əvvəllər də xoşbəxt olduğu məlum olur. Şəxsləndirmədən harada istifadə edilmişdir? Ağac obrazında və onun böyük hərflə yazılmasında. Yəni ağac oğlanla danışır. Deməli şəxsləndirilib burada ağac. Şəxsləndirilib. Sonra obrazların əvvəllər də xoşbəxt olduğu məlum olur. Deyir ki, qoy biz yenə xoşbəxt olaq. Deməli, əvvəllər də xoşbəxt olmuşlar. Fikir doğrudur. 2-ni 4-ü götürdük. Oğlanın cavabından məyus olan alma ağacı metaforik xüsusiyyətlər daşıyır. Metaforik xüsusiyyət daşımağı doğrudur, çünki insana məxsus olan əlamət ağacın üstünə köçürdü. Bu doğru. Amma oğlanın cavabından məyusluğunu biz axı görmürük burada. Oğlanın cavabı ilə mətn bitir. Yəni, ağacın reaksiyasına yer verilmir. Deməli, 5 yanlışdır. 2 və 4 bizim doğru cavabımız olacaq. Oktay Loğlu əsəri ilə də bağlı belə bir cədvəl kimi göstərilmişdir sual. Uyğunsuzluğu seçməliyik. Firəngizin öldürülməsində müəllifin romantik seçimi vardır. Yəni, Firəngizin öldürülməsi müəllifin romantik seçimidir. Fikir doğru, qabağında doğrudur. Oktay Firəngizi öldürməklə ideal hesab etdiyi Firəngizi yaşatmağı üstün tutur. Fikir doğrudur. Qarşısında da doğru, uyğunluqdur. Aslan bəy saxta ifadə ilə teatr və muzeyləri sənət məbədi adlandırır. Muzey ifadəsi yox idi Aslanın nitqində. Fikir yanlışdır, qarşısında da yanlış, uyğunluqdur. Oktay Səmədlə dialoqu zamanı xalqın onu anladığını deyir. Əksinə, deyir ki, xalq məni anlamır. Bunu qeyd eləmiş olur. Fikir yanlışdır. Birinci pərdədə baş verir də bu məqam. Qarşısında doğru yazılmağı uyğunsuzluqdur. Cavab oldu D variantı. Firəngiz utanaraq gülləri Oktaya təqdim edir. Oktay o gülləri qoxlayır, hətta kövrəlir. Bəli, bu fikir doğrudur. Firəngiz özü təqdim edir, utanır. Nadiyə hətta ona səslənir ki, yəni gülləri ver Oktaya. Oktay o gülləri qoxlayır, burnunu deyir, yaxınlaşdırır həmin güllərə. Sonra da onu çağıranda gözlərini deyir, dirsəyi ilə silməyə başladı Oktay. Deməli, kövrəlmişdi. Nədən kövrəlir? Çünki adətən qadınları deyir, mətbəxdə görürük biz önlüklü şəkildə və Azərbaycan qızının, qadınının teatra gəlməyi, hətta ona gül verməyi Oktayı sevindirir və buna çox kövrəlir Oktay. Çünki arzusundaydı. Fikir doğru, qarşısında da doğrudur. Niftalı Qoxa nöqtələrin yerinə yazıla bilər. Namərd Gülləsindən çox sevdiyim bir obraz, çox sevdiyim bir hekayə. Deməli, Niftalı Qoxaya aid olan doğru fikir. Milli xarakter burada A olmalıdır.
mexaniki səhvlərə görə, texniki səhvlərə görə üzrlü sayarsınız. Deməli, milli xarakteri təcəssüm etdirən bu obrazın son xahişi yerinə yetirilmir, yerinə yetirilir. Niftalının son xahişi nə idi? Deyir ki, Kərəmə, kişini kişi öldürər, məni sən öldür, yəni çıxar naqanını, məni özün vur. Və əsərin də, hekayənin sonunda belə bir cümlə var ki, Kərəm artıq əlini naqanın qoburuna apardı və açdı. Yəni, Kərəm Niftalının son xahişini yerinə yetirir. Bu fikir doğrudur. Yəni, fikir yerinə yetirilmir deyirsə yanlışdır. Bizə lazımdır uyğunluq. Mürşid və Kərəmdən ehtiyat edirdi. Onu arxadan vuracaqlarından narahat idi. Belə bir narahatlığı sırf Mürşidə aid idi. Çünki deyirdi ki, Niftalı belə düşünürdü ki, Kərəm, yəni belə bir namərd hərəkət etməz, əli silahsız olan insana güllə açmaz, arxadan vurmaz. Yəni, Niftalı öz düşüncəsində yanılmamışdı. Həqiqətən də onu arxadan vuran Kərəm yox, Mürşid idi. Bu fikir də yanlışdır. Mürşidi etdiyi hərəkətə görə öldürmək istəyir, lakin onu ailəsinə görə bağışlayır. Bu fikri biz doğru götürəcəyik. Hansı hərəkət idi? Ailəsini incitməyi, ailəsini döyməyi, incitməyi məsələsi. Mürşid etdiyi hərəkətə görə, Niftalı Mürşidi etdiyi hərəkətə görə öldürmək istəyir, lakin onu bəli, balalarına bağışlayır. Bu fikir doğrudur. Əhali və qaçaqlardan xəbər çatdırdığı üçün ömrünün sonunda peşman olur. Xeyr, əhali və qaçaqlardan əksinə xəbər çatdırmırdı. Deyir, Niftalı vəzifəyə keçəndən sonra dəfələrlə rəhbərlik tərəfindən, böyükləri tərəfindən danlanırdı. Çünki o xəbərçilik etmirdi. Yəni, Niftalı ömrünü ləyaqətlə başa vuran bir obrazdır. Niftalı Qoxa kimi qohumları, ailəsi də səksəki qorxu içində yaşayırdı. Yox, bu belə deyildi. Qısa haşiyəyə çıxın, mən hər dəfə dərsdə bunu vurğulayıram. Keçmişdə indiki kimi olmamışdır. Yəni, mübarizədə kişilər arasında sadəcə kişi kişiyə, belə deyək də, sırf onlar arasında getmişdir. Onların ailəsini, həyat yoldaşını, uşaqlarını bu məsələlərə qatmamışdır. Yəni, əsərdə də qeyd edilir ki, Niftalının ailəsi səksəkə içində yaşamırdı. Niftalı səksəkə içində yaşayırdı. Yəni, Kərəm heç vaxt onun ailəsinə toxunmazdı. Bu fikir yanlışdır. Cavabımız oldu C variantı. Ümid edirəm ki, sertifikasiya sualları əsasında təqdim etdiyim bu sınaq sizlər üçün çox faydalı oldu. Düşünürəm ki, yəni çox bəyəndiniz. Kanala abunə olub bəyənməyi unutmayın. Sizlərdən gələn çox saylı istəkləri, xahişləri nəzərə alaraq bu sualları sizlərə təqdim etdim. Diqqətinizə görə hər birinizə təşəkkürümü bildirirəm. Sizinlə mən idim, Aytaç müəllimə. Sağ olun.